İkinci suala baxaq. Çəkisiz çubuqlardan və ABC çəkidaşlarından ibarət sistem tarazlıqdadır. Bu mütləq ki, qeyd edək. Burada biz ilk öncə aşağıdakı çubuqdan başlayaraq məsələni həll etməliyik. Demək, ilk olaraq bura baxacağıq. B cisminin ağırlığını PB, A cisminin ağırlığını PA yazdıqdan sonra asıldığı nöqtəni dayaq qəbul edirəm və yüklərin ağırlığını, kütlələrini tam bildikdən sonra onların ağırlıqlarının cəmi əlbəttə ki, bu ipdə toplandığını qeyd edəcəm. Demək, ilk olaraq A yükünün dayaqdan olan məsafəsi 2 bölgü bərabərdir. Buradan demək, B yükünün ağırlığı və dayaqdan olan məsafəsi 5 bölgü olacaqdır. Momentlərin bərabərliyi qaydasına görə yazdıq və buradan əlbəttə ki, MA bərabərdir. MB artıq bizdə var. Bu şəkildə MA-nı taparıq ki, 15 kiloqram olacaqdır. MA-nı tapdıqdan sonra onların ağırlıqlarının cəmi bu ipdə əlbəttə ki, toplanmışdır. Ona görə də biz əlbəttə ki, A yükünün ağırlığı 150 Newton, B yükünün ağırlığı demək 60 Newton olacaqdır. Deməli, onları saxlayan ipdə bu yüklərin ağırlıqlarının cəmi qədər, yəni 210 Newton qədər ağırlıq var və o yuxarıdakı çubuğu aşağıya doğru bu şəkildə çəkir 210 Newton qüvvə ilə. Və burada da C cismini görürük və onun da ağırlığına PC deyə bilərik. Deməli, ikinci hal üçün biz yazacağıq. Dayaq olaraq da buranı qəbul etsək, dayaqdan bura qədər olan məsafə 2 bölgü 210 vur 2 bərabərdir. C yükünün asıldığı yerdən olan məsafə 3 bölgüdür. Ona görə PC vur 3 deyə bilərəm. Buradan PC bərabər olacaq 140 və C cisminin ağırlığı 140-dırsa, əlbəttə ki, kütləsi 14 kiloqram olacaq. C cisminin kütləsini tapdıq. Bizdən də elə A və C cismlərinin kütlələri soruşulurdu. MA 15 kiloqram, MC isə 14 kiloqram olacaqdır. Yəni, doğru cavabımız B variantı.